100% qəbul sualı hər il qəbul imtahanlarında istifadə olunan abituriyentlər üçün, istərsə də müəllimlərin işə qəbulunda və gələcəkdə 2026-da sertifikasiya tarix fənni üzrə də istifadə oluna biləcək test tapşırıqlarının birinin izahı ilə qarşınızdayım. Bu mövzunun sadə, anlaşılıqlı formadakı izahını dinlədikdən sonra mövzu ilə bağlı qarşınıza çıxacaq sual və sualları düzgün şəkildə cavablandıracaqsınız. Əvvəlcə Osmanlı dövlətinin qurucuları olan Oğuz türklərindən sizə məlumat verim. Belə ki, hər birinizə məlumdur ki, 1071-ci il Malazgirt qələbəsindən sonra türklərin Şərqi Anadoludakı sayı artır və onlar Şərqi Anadoluya doğru axın-axın köçlər təşkil edirlər. Hansı ki, Böyük Səlcuqlu dövlətinin parçalandığı bir dövrdə Anadoluda Anadolu Səlcuq Sultanlığı meydana gəlir. 13-cü əsrin birinci yarısından etibarən Çingiz xanın yürüşləri nəticəsində isə istər Mərkəzi Asiyadakı, istər Qafqazdakı türklər də həmən bax bu Anadolu bölgəsində Anadolu Səlcuqlu Sultanlığının ərazisinə məskunlaşırlar. Anadoluda yaşayan Oğuz türklərindən bir qollarından biri də məhz qayılar idi ki, həmən bax o qayı türkləri sonradan Osmanlı dövlətinin əsasını qoyurlar. Əvvəlcə onlar Bizansla sərhəddə yerləşdirilən həmən bax bu qayı türkləri deməli uc torpaqlarına sahib idilər və onların rəhbərlərindən biz Süleyman Şahın adını çəkə bilərik. Süleyman Şahın dövründə Bizansla uğurlu mübarizələr aparılır. Oğlu Ərtoğrulun dövründə mübarizələr aparılmışdı və onlar Domaniçini demək yaylaq kimi, Söyüdlünü qışlaq kimi əldə eləmişdilər ki, Ərtoğrulun davamçısı Osman Qazinin dövründə isə Osmanlı daha da güclənir. Həmən bax o uc bəyliyi yavaş-yavaş dövlətə çevrilməyə başlayır ki, belə bir dövrdə Osman bəy Bizansla mübarizə aparır. Bizansla apardığı müharibələr nəticəsində Qaraca Hisarı ələ keçirdir. Anadolu Səlcuq Sultanlığının da yardımı nəticəsində və Anadolu Səlcuq Sultanlığı onu mükafatlandırır Osman bəyi. Lakin 14-cü əsrin əvvəllərində Qazan xanın Anadolu Səlcuq Sultanlığına etdiyi yürüşlərdən sonra Anadolu Səlcuq Sultanlığı zəifləyir və bundan istifadə edən Osman Qazi 1302-ci ildə mərkəzi Söyüdlü olan Osmanlı dövlətinin əsasını qoyur ki, yarım min illikdən çox mövcud olan həmən bu imperiya barəsində indi sizə məlumat verirəm. Deməli, dövlətin qurucusu oldu Osman Qazi, ilk mərkəzi oldu Söyüdlü şəhəri və onun hakimiyyəti dövründə qeyd edə bilərəm ki, Bizansla uğurlu mübarizələr aparılır. O, Bursanın mühasirəsini həyata keçirdir. 12 il Bursa mühasirədə qalır. Lakin Bursanı şəhərinin mühasirəsi zamanı dövlətin qurucusu Osman Qazi vəfat edir və müvəffəq olmur Bursa şəhərini ələ keçirtməyə. Lakin davamçısı oğlu Orxan Qazi isə Bursa şəhərini ələ keçirdir. Müəllimlər bunu da qeyd edə bilər ki, Osman Qazinin dövründə sənətkarlara və xristianlara xoş münasibət göstərilirdi, hansı ki, Səfəvilərdəki 2-ci Şah Abbas da bunu etmişdi. Orxan Qazinin dövründə dedik ki, Bursanın fəthi başa çatdırıldı 1326-da və paytaxt köçürüldü Bursa şəhərinə. Burada siz paytaxtları köçürülən şəxsləri görürsünüz, hansı ki, Orxan Qazinin dövründə Bursaya, Sultan Muradın dövründə paytaxt Ədirniyə, Sultan Mehmedin dövründə isə İstanbul adlandırılan, sonradan İstanbula çevrilən, həmən bax o İstanbula paytaxt köçürülmüşdü. Orxan Qazinin xarici siyasətlə davam edəsi olsa 1329-cu ildə Maltepe döyüşündə Bizans qüvvələrinə ağır zərbə vurur. Döyüşün taleyini Osmanlı oxçuları həll etmişdilər ki, 1354-cü ildəki Gelibolu qalasının fəth edilməsi, Orxan Qazinin Bizansı tamamilə Anadoludan qovulması onun ən böyük uğuru hesab olunur. Demək, siz burada Orxan Qazi ilə oxşar cəhət verə bilərsiniz. Səlcuqlu sultanı olan Alparslanı, hər ikisi Bizansa qarşı mübarizə aparmış, Bizansı Anadoludan qovmuşdular. Gelibolu qalasının fəth olunması isə Osmanlının Balkanlarda işğallar həyata keçirməsinə, torpaqlarını genişləndirməsinə imkan yaradır. Və daxili siyasətlə bəhs eləyəsi olsam, bir daha qeyd edeyim ki, paytaxtı Bursa şəhərinə köçürtmüşdü. Ölkədə inzibati islahatlar həyata keçirilir, paytaxt dəyişikliyindən əlavə olaraq ölkəni paşalıqlara və sancaqlıqlara bölür. Yeni Osmanlı pulları zərb elətdirmişdi və İzmit şəhərini Osmanlı donanmasının ilk deməli, beşiyi etmişdi. İlk mərkəzi olmuşdu Osmanlı donanmasının İzmit şəhəri. Daha sonra Sultan Muraddan bəhs edeyim sizə. Sultan Muradın dövründə həmən bax o Gelibolu qalasının fəthindən sonra Balkanlarda ərazi genişləndirilməsi davam edir. Belə ki, o burada Tirmən döyüşündə 1371-ci ildə və Kosova döyüşündə 1389-cu ildə Serblərə qalib gəlir. Həmən bu qalibiyyətdən sonra Osmanlı Serbiyanı və Bolqarıstanı asılı hala salmışdı. Sultan Muradın davamçısı olan Yıldırım Bayezid isə
1396-cı ildə Macar Çex qüvvələri ilə Birləşmiş Səlib qüvvələri ilə girdiyi döyüşdə Niqbol döyüşündə qalib gəlir və Bolqarıstanı tabe edir. İşğalını başa çatdırır daha doğrusu. Deməli, Serbiya ilə Bolqarıstanın tabe edilməsi Muradın dövrünə uyğun gəlir. Niqbol döyüşü nəticəsində isə Bolqarıstanın işğalının başa çatdırılması İldırım Bayezidin dövrünə uyğun gəlir. 1402-ci ildə isə o bir digər qüdrətli türk sərkərdəsi Əmir Teymurla üzbəüz gəlir. Ankara düzənliyində baş verən döyüş nəticəsində Osmanlılar ağır məğlubiyyət alır. Ankara döyüşü barəsində Teymurilər mövzusunda da izah vermişdim. Həmin o videonun görüntüsünü burada, linkini isə aşağıda qeyd edəcəm, izləyə bilərsiniz. Ankara döyüşündəki məğlubiyyətdən sonra Osmanlı dövləti zəifləyir. Konstantinopolun fəthi 51 il gecikir. Avropanın içlərinə doğru Osmanlının irəliləməsinin qarşısını alır həmən bax bu məğlubiyyət. Roma papası sevincdən 3 gün dayanmadan kilsə zənglərinin çalınması barəsində də bir qərar vermişdi ki, lakin 15-ci əsrin ortalarından etibarən Osmanlı dövləti yavaş-yavaş toparlanır. Burada əsas pay sahibi təbii ki də Fatih Sultan Mehmeddir. Hansı ki Türkiyə tarixində ümumilikdə ən dahi şəxsiyyət hesab olunur və mənim də təqdir etdiyim tarix şəxsiyyətlərdən biridir ki, çox gənc yaşında böyük uğurlara imza atan Fatih Sultan Mehmed barəsində imkan olardı daha çox danışardım, amma dərslikdə olan məlumatları sırf sizinlə bölüşmək məcburiyyətindəyəm. Ona görə qeyd edeyim ki, Fatih Sultan Mehmedin dövründə Osmanlı ərazisi istər qərbə doğru, yəni Avropa ərazisinə doğru, istər şərqə doğru genişlənir və onun ən böyük uğuru təbii ki hesab olunur 1453-cü ildə Konstantinopolun fəth edilməsi. Bundan sonra şəhər İstanbul və artıq dövr keçdikcə İstanbul adlanmağa başlayır ki, o da Murad kimi, Orxan Qazi kimi paytaxt dəyişikliyi həyata keçirilir və o dövr Avropanın ən demək gözəl, görkəmli şəhəri, hətta dünyanın o dövrdəki mərkəzi hesab olunan şəhərə köçürdür paytaxtı. 1461-ci ildə isə Trabzonu fəth eləyir. Trabzonun uğrunda Ağqoyunlularla mübarizə aparmışdı bildiyiniz kimi Fatih Sultan Mehmed. Təbii ki, burada Ağqoyunluların da haqlı olduğu tərəflər var. Osmanlının da tarix onsuz da bildiyiniz kimi həmişə haqlıları yox, güclüləri yazır. Mən isə istər güclünün, istər haqlının kim olduğunu bilmək istəyirsinizsə də burada yerləşdirdiyim demək görüntü, hansı ki aşağıda yerləşdirdiyim linkə daxil olaraq Ağqoyunlu Osmanlı müharibələrindən bəhs etdiyim video izahı da dinləyə bilərsiniz mövzunu tam şəkildə əlaqələndirə bilməyiniz üçün. 1476-cı ildə isə Fatih Sultan Mehmed qanunnamə qəbul eləmişdir və onun davamçısı oğlu 2-ci Bayezidin dövründən danışası olsaq, 2-ci Bayezid atasından fərqli olaraq işğalçı müharibələri aparmır. Daha çox deməli o tarixdə Mömin Vəli ləqəbi ilə tanınmışdır. Osmanlı sultanlarının rəsmlərini görürsünüz ekranda. Qeyd edeyim ki, onun hakimiyyəti dövründə istər qonşusu Ağqoyunlularla, istər Səfəvilərlə, Şah 1-ci İsmayılla, istərsə də Məmlüklərlə dostluq, diplomatik münasibətlər qurulur. Ağqoyunlu Sultan Yaqub və ya Şah İsmayılın oxşar cəhətini verə bilərik 2-ci Bayezidlə diplomatik dostluq münasibətlərini. İspaniyadan qovulan Yəhudilərə sığınacaq vermişdi, hansı ki Rekonkist hərəkatı dövründə onlar qovulurlar. Qərbi Avropadan onlara sığınacaq verir. Venesiya ilə uğurlu mübarizələr aparmışdı. Bir mübarizəsini bunlarla deyə bilərik, Venesiyalılarla. Lakin oğlu Səlim tərəfindən hakimiyyətdən zorla uzaqlaşdırılır. Səlim tarixə Yavuz ləqəbi ilə daxil olubdur. Sultan Səlim Avropada işğallardan aparmaqdan daha çox şərqə doğru yönəlir və öz din qan qardaşlarıyla mübarizə aparır. Tarixə belə düşübdür. Hansı ki 1514-cü ildə Səfəvilərlə məşhur Çaldıran Ovasında, Çaldıran döyüşündə iştirak eləyir. Ordusunun say üstünlüyü səbəbindən və daha çox qoşuna sahib olduğuna görə Səfəvilərə qalib gəlmişdi. Şərqi Anadolunu, Mosula qədərki Şərqi Anadolunu ələ keçmişdi. 1517-ci ildə isə demək daha doğrusu Məmlüklərlə mübarizə aparır. Misiri fəth eləyir, Şimali Afrikada torpaqlar ələ keçirilir. Sultan Səlim, yəni atası 2-ci Bayeziddən fərqli olaraq o Səfəvi Məmlüklərlə dostluq eləyir. Amma Səlim həmən onun dostluq elədiyi dövlətlərlə düşmən olur, mübarizə aparır. Peyğəmbərin müqəddəs əmanətlərini İstanbula, Topkapı sarayına gətirir. Qeyd edeyim ki, o özünü İslam dünyasının xəlifəsi elan eləyir. Düzü dərslikdə bizdə növbəti bir sinif dərsliyində bu 16-cı əsrin 20-ci illəri qeyd olunubdur. Lakin türk tarixçilərinin bir çoxu da bu hadisədən sonranı götürür. Hansı ki Səlimin elə oranı fəth eləməsindən sonra xəlifə titulunu qəbul etməsini.
Sultan Səlim cəmi 8 il hakimiyyətdə olur, lakin qısa müddətdə ən çox Osmanlı dövlətində ərazini genişləndirən bir şəxs kimi tarixə adını yazdırır. Davamçısı oğlu Süleymanın dövrü isə möhtəşəm qanuni ləqəbləri ilə tanınan Süleymanın dövrü isə Osmanlı qüdrətinin zirvə dönəminə çatdığı bir dövrdür. Fatih Sultan Mehmedin mirasını davam elətdirən Süleyman yarım əsrə yaxın hakimiyyətdə olmuş, Avropada fəthlər aparmışdı. 1521-ci ildə Belqradı ələ keçirdir. 1526-cı ildə Mohaç döyüşündə qalib gəlir və bu qalibiyyətdən ruhlanan Osmanlı ordusu 1529-cu ildə Viyana şəhərini birinci dəfə mühasirəyə alır. Lakin mühasirə uzun müddət çəkdiyinə görə, ordu ərzaq və silah təchizatı baxımından çətinlik çəkdiyinə görə Viyana şəhərini ələ keçirmək mümkün olmur. Bundan sonra Osmanlılar Avropanın hissələrinə doğru irəliləyə bilmirlər, Balkanlara doğru geri çəkilmək məcburiyyətində qalırlar. Fikrini yönəldir şərqə doğru, Səfəvilərlə müharibələrə doğru. 33-cü ildə çünki Avstriya ilə sülh müqaviləsi imzalayır. Qeyd edeyim ki, 1534, 1535, 1548 və 1554 Azərbaycanda Səfəvilərlə mübarizə aparır Sultan Süleyman. Azərbaycanda Səfəvi-Osmanlı müharibələrinə dair də video izahlar kanalımızda paylaşılıb. Onu da izləyə bilərsiniz. Mütləq şəkildə izləyin mövzunu əlaqələndirmək üçün. Və 1535-ci ildə Fransa ilə müqavilə imzalayır. Yenə Avropada işğallara mübarizə aparmaq üçün Avropada, hansı ki Avstriya, İspaniya və müqəddəs Roma imperiyasını idarə edən Habsburglar sülaləsinə qarşı Fransa ilə 1535-də müqavilə imzalayır. Həmən o müqaviləyə görə, siyasi nəticəsinə görə dediyim kimi Habsburglara qarşı mübarizə aparmaq lazım idi. İqtisadi nəticəsinə görə isə Fransa tacirlərinə geniş imtiyazlar verir Sultan Süleyman. 1541-ci ildə Avstriya ilə yenidən mübarizəyə başlayır. Hətta burada Avstriyaya dəstək olaraq İspanlar da iştirak edirdi. Lakin İspanların burada Osmanlı ilə mübarizəsi uğursuz olur. Belə ki, gəmilərinin bir çoxu fırtına nəticəsində, qasırğa nəticəsində batır. Yerdə qalan gəmiləri isə Osmanlı donanması məhv etmişdi. Və Sultan Süleyman 1566-cı ildə Zigetvar qalasını mühasirəyə alır. Lakin qalanın mühasirəsi əsnasında demək Sultan Süleyman vəfat edir. Onun vəfatını gizlədirlər bu arada Yeniçərilərdən, onlar xəbər tutmasın deyə. Qala fəth olunur, yerlə yeksan olunur və bundan sonra Yeniçərilər xəbər tutur ki, Sultan Süleyman vəfat edibdir. Və onun hakimiyyətini isə, irsini isə davam elətdirir oğlu 2-ci Səlim. 2-ci Səlimin dövründə də Osmanlının uğurları davam eləyir. 1569-cu illərdə demək İndoneziya müsəlmanlarının xahişi nəticəsində Osmanlı donanması İndoneziya sahillərinə doğru gedir. O dövrdə dənizlərdə fəal işğalçı müharibələr aparan Portuqaliya ilə mübarizə aparırlar. 69-cu ildə Portuqaliyalıları məğlubiyyətə uğradırlar və bu hadisədən 2 il sonra isə Osmanlı Türkiyənin cənubunda yerləşən Kipr adasını fəth eləyir. 2-ci Səlimin dövrü ilə bağlı. Bunu qeyd edə bilərəm. Osmanlının idarəçiliyindən danışası olsaq, dövlətdə birinci şəxs sultandır, qeyri-məhdud hakimiyyətə malikdir. İkinci şəxs vəzirdir, sultanın möhrünü saxlayır. Osmanlı tarixindəki orada dəftərdar maliyyə işlərinə baxır. Əhalisi 2 hissəyə bölünür. İdarə edənlər, hansı ki burada yüksək zümrənin nümayəndələri idi və idarə olunanlar. Burada da aşağı təbəqə idi. İdarə olunanlara ümumiyyətlə rəiyyət deyirlər. Türklər riayət edir. İdarə olunan deməli rəiyyət adlanır. Əhalisi kimi torpaq növü də burada bizə 2 növdə göstərilibdir. Hansı ki timar torpaqları var. Bunlar daha çox Yeniçərilərə və kiçik vəzifəli şəxslərə verilir. Ziyamət isə 14-cü əsrdən etibarən iri dövlət məmurlarına paylanan daha böyük həcmli torpaq sahələri idi. Ordusu da dərsliyimizə əsasən 2 hissəyə bölündüyünü görürük, amma müxtəlif ordu tipləri olubdur Osmanlıda. Biz dərsliyimizdə nə varsa ondan danışaq. Akıncı və Yeniçəri. Akıncılar hansı ki süvari birliklər hesab olunurdu. Onlar daha çox sərhəd bölgələrdə yerləşdirilirdilər. Yeniçərilər isə daimi, nizami, piyada qoşunu hesab olunurdu. İstər işğallar zamanı ələ keçirilən xristian uşaqlarından, istərsə də valideyni olmayan uşaqlardan seçilirdi və xüsusi təlimlərdən sonra yetişdirilirdilər Osmanlı qoşunlarında. Beləcə Osmanlı ilə bağlı olan video izahımızın birinci hissəsi yekunlaşır. Sizin isə gözünüz kanalımızda bizi izləmədə olsun. Bunun üçün və videolardan anında xəbərdar olmaq üçün kanala abunə olub bildirimləri açmağı unutmayın. Dərslərinizdə, fəaliyyətinizdə isə uğurlar arzu edir. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.